Bundan təxminən yarım saat. Ermənistanın bayrağı yandırılıb. Elnur Hidayətoğlu danışacaq. Bu sözlər Bakı Əlil Qarabağ və Veteranlar Birliyinin bugün Şəhidlər Xiyabanındakı tədbirində səsləndi. Veteranlar şəhidlərin qəbirləri üzərinə gül qoymazdan əvvəl Qurani Kərimin surəsi oxundu. Şəhidlər Xiyabanı ziyarət olunmağa başladı. Sonra çıxışlar edildi. Bakı Əlil və Veteranlar Birliyinin sədr müavini Yunus Bayramov bəyan etdi ki, biz indi də Qarabağı azad etmək üçün müharibəyə getməyə hazırıq. Biz həmişə hazırıq. Döyüşdə olmağa qadirik, özü də ki, o qadir olaraq biz müharibəyə qalib gələcəyik. Torpaqlarımızı düşmənlərdən azad edəcəyik. Biz öz sözümüzü demişik, deyirik və deyəcəyik. Düşmənə ancaq ölüm! 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 Qələbə! Bizim şəhidlərimizi yapılan və Veteranlar Birliyinin sədri Fuad Rızayevdən gəldi. Onun sözlərinə görə Ermənistanın indiki prezidenti Robert Koçaryan 1991-ci ildə Azərbaycanlı əskərlər tərəfindən əsir götürülüb. Ancaq yalvarışları və həm də Azərbaycanlı məhrəməti sayəsində buraxılan Koçaryana əskərlərimiz iz qoyaraq azad ediblər. İndiki Ermənistanın prezidenti Robert Koçaryan bizim əskərlər tərəfindən əsir götürüldü. O əsir götürülən vaxtı bizim əskərlərə diz çöküb, yalvarırdı ki, məni buraxın, nə desəz eləyərəm. Axırı bizim əskərlərimizin ona yazığı gəlib, bıçaqla onun arxa tərəfinə bir nişan qoyub, ondan sonra onu buraxdılar, azad etdilər. Budur Ermənistanın prezidenti, budur ermənilərin sifəti, əsl sifətləri budur. Sədrin çıxışından sonra Ermənistanın bayraqları veteranlar tərəfindən yandırılaraq ayaqlandı. Az zamana buradan belə yandıracaq. Az zamana belə yandıracaq. Müharibə! Erməni bayrağını yandırıb tapdalamaqla kifayətlənməyən veteranlar müharibənin yenidən başlamasını və Qarabağ uğrunda döyüşə getmək istədiklərini bəyan etdilər. Mən sizə inandırım ki, bax, həmin o müharibə veteranları yenə müharibə başlasa belə yenə də torpaqlarımızın müdafiəsinə qalxacaqlar. Çünki onlarda olan o